Peyğəmbər sallallahu aleyhi ve sellem xavariclər haqqında onlar oxun yaydan çıxdığı kimi dindən çıxırlar deyir. Bu nə deməkdir şeyx? Yəni dində naqisdirlər. Yəni adam fikirlə də dində naqis sayıla bilər. Həmçinin əməllə də. Aydındır? Məsələn görsən biri 5-ci günlər qılır, biri qılmır, amma başqa şeylərlə. Onlar dində biz onlar sayırıq müsəlman da naqis. Amma xavariclər baxmayaraq onlar ibadətdə ola bilsin bəzi sahabələri keçirdilər, amma dində naqis sayılırlar. Peyğəmbər sallallahu əleyhi və səlləm onlar barədə ox yayından çıxan kimi yaydan çıxacaqlar. Yəni belə zahirən götürsək, yəni elə çıxır ki, yəni onlar kafirdirlər yəni bu hədisdən. Yəni İslamdan onlara heç bir paylığı yoxdur. Amma yox, yəni biz onları təkfir eləmirik. Çünki Əli bin Əbi Talibi öldürən, Osmanı öldürən də Əli bin Əbi Talibi öldürən də xavariclər öldürdü. Yəni onları təkfir eləmədilər. Hətta Əlini öldürən radiyallahu anh'ı, Ömər ibn Xattabın qaynatasını, onu öldürən hədd kimi öldürdülər. Öldürdülər ancaq hədd kimi. Yəni mürtəd kimi yox, mürtəd kimi yox. Ona görə biz bidət əhlinə deyirik. Hətta Hüseyni öldürən də kafir deyil. Yəni Əli Hüseyndən əfsəldir. Əli əfsəldir Hüseyndən. Əli atasıdır. Və əfsəldir Hüseyndən. Əlini öldürən kafir deyilsə, Hüseyni öldürən kafir deyil. Sadəcə təbii ki, böyük günah sahibləri. Böyük günah sahibləri. Azmışdılar. Qiyamət günü cavab verəcəklər. Amma durub baxsı, şəxsi elə məclislərimizi ona ayırıyıq. Elhamdülillah Allah'ın zikri əvəz eləyik onlarla. Elhamdülillah deməkdənsə su içirdik, gezdilərlə. O savadsızlıqdır, cahillikdir. Allah Teala hələ onları Allah'ın zikrindən məhrum eləyir. O cür üslublarla şeytan.